Hər vaxtınız xeyir. Bugün sizlərlə birlikdə ilk kimyəvi anlayışlar bölməsini öyrənəcəyik. Deməli, başlayaq birinci kimya nədir tərifindən. Kimya ümumilikdə maddələr, onların tərkibi, quruluşu, xassələri, çevrilmələr və bu çevrilmələr zamanı baş verən dəyişiklikləri öyrənir. Yəni ümumilikdə kimyada biz söhbət edirik, deməli maddələrdən və həmin o maddələrdən, yəni maddələrin tərkibindən, quruluşundan, yəni hər hansı bir maddə götürsək, tutalım hidrogen. Baxın, görsəz ki, deməli, bunun biz tərkibini araşdırırıq, quruluşun, xassələrin, çevrilmələrin, hansı maddələrə çevrilir. Yəni, hidrogen tutalım ki, baxın, H2-dir, üzərinə havada olan oksigenlə qarşılıqlı təsirdə olur, alır suyu. Ona görə yəni, biz kimya tərifində deyirik ki, ümumilikdə maddə, onların tərkibi, quruluşu, həmin o quruluş, xassələr, hansı xassələri var, çevrilmələr zamanı baş verən dəyişikliklər. Bunları öyrənir kimya. Kimya ümumilikdə 3 hissədən ibarət deyirik. Ümumi kimya, qeyri-üzvü kimya və üzvü kimya. Hal-hazırda bizim öyrənəcəyimiz ümumi kimyadır. Yəni biz ümumi kimyada sırf kimyada məsələlər, hesablamalar və s. öyrənəcəyik. Deməli, başlayırıq maddədən. Maddə nədir? Maddə ümumilikdə bilirik artıq ki, fizikadan materiyanın bir növüdür. Ümumiyyətlə, cisim və maddə əlaqəsini unutmayaq. Yəni, biz bir cisim, bir də maddə. Baxın, bunları qarışdırmayaq. Yəni, ümumilikdə, belə deyək də, cisimlər özləri, belə deyək, maddələrdən təşkil olunub. Tutalım, deyirəm ki, dəmir. Bu dəmir maddədir. Düzdür? Dəmir maddədir. Amma desəm ki, dəmir qaşıq, artıq bu dəmir qaşığı nədir? Cisimdir. Və yaxud da deyirəm ki, su. Su maddədir. Amma su damcısı nədir? Cisimdir. Yəni, ümumilikdə cisimlər maddələrdən təşkil olunub. Adi, yəni bunu artıq bilirik. Və yaxud da, məsələn, tutalım, deyirəm ki, məftil özü. Baxın. Məftil. Baxın, məftil özü deməli cisimdir, amma məftilin təşkil olunduğu mis nədir? Maddədir. Yəni bir növ deməli cisimlər nədən təşkil olunub? Maddələrdən. Yəni mis maddə idi burada, məftil isə cisim idi. Maddələr arasında oxşarlıq və fərqi müəyyən edən ümumi əlamətlər var ki, biz onları adlandırırıq xassələr. Yəni, baxın, ümumi xassə nə deməkdir? Xassə maddələr arasında oxşarlıq və fərqi müəyyən edən əlamətlərdir. Məsələn, yazıram ki, duz və şəkər tozu. Baxın, bunlar arasında duz və şəkər tozu arasında yəni oxşarlıq və müəyyən fərqlər var. Tutalım, deyirəm ki, hər ikisi ağ rəngdədir. Sonra hər ikisi bərk haldadır. Hər ikisi suda yaxşı həll olunur. Düzdür? Suda yaxşı həll olur. Yəni, bax, bunlar arasında ümumi oxşarlıq var. Bir də var ki, məsələn, fərqli nədir? Fərqli deyəm ki, tam duz acıdır, yəni duzdur da, şəkər tozu şirindir. Yəni, bunlar arasındakı fərq budur. Və yaxud da deyəm ki, məsələn, hər ikisi toz halındadır, düzdür? Yəni, bax, bunların bu oxşar cəhətləri var və müəyyən fərqli cəhətləri var. Hansı ki, mən dedim ki, hər ikisi toz halındadır, hər ikisi ağdır, hər ikisi bərkdir, hər ikisi suda yaxşı həll olur. Bunlar deməli nədir? Oxşar cəhətdir. Amma fərqli cəhətdə oldu ki, məsələn, biri duzludur, biri şirindir. Bunlar arasındakı bax, oxşarlıq və fərqə dedik biz xassə. Xassələr ümumilikdə uşaqlar 2 qrupa bölünür. Xassələr ümumilikdə 2 qrupa bölünür deyirik. Birincisi fiziki xassələr, ikincisi kimyəvi xassələr. Deməli, xassələr özləri deyirik 2 qrupa bölünür. Fiziki xassələr və kimyəvi xassələr. Fiziki və kimyəvi. Fiziki xassələr nədir? Bir növ biz buna, yəni ilk növbədə kimyəvi xassə anlatsaq, kimyəvi xassə dedikdə, yəni
Artıq biz belə deyim də, burada baş verən reaksiyaları falan nəzərdə tuturuq. Yəni kimyəvi xassələr dedikdə biz bura aid eləyəcəyik. İndi gələcəkdə öyrənəcəyimiz kimyəvi proseslər, ümumi reaksiyaya girmə qabiliyyəti olsun və yaxud da maddələrin çevrilməsi olsun və yaxud da eşitmişik yəni ki, əsaslıq, turşuluq, yəni bunlar əsaslıq, turşuluq və yaxud da reaksiyaya girmə qabiliyyəti, maddələrin çevrilməsi, yəni kimyəvi proseslər baş verir. Amma fiziki xassələr dedikdə biz bura aid edirik rəng, iy, yəni bayaqlar dediyimiz xassələr bir növ. Yəni ağ rəngli dedik bayaqları, nə bilim dedik ki, dadı falan düzdür və yaxud da aqreqat halı dedik ki, bərkdir. Yəni fiziki xassələr dedikdə zahirən gördüyümüz, yəni rəngi, dadı, sonra iyi, aqreqat halı, sonra həm sıxlığı, istilik keçirməsi, elektrik keçirməsi, ərimə qabiliyyəti, bunlar adlanır fiziki xassəsi. Amma kimyəvi xassələ dedikdə isə artıq kimyəvi proseslər, yəni reaksiyaya girmə qabiliyyəti, əsaslığı, turşuluğu adlanır. Yəni aid olunur daha doğrusu. Sonra dedik ilk növbədə biz maddədən danışırdıq. Bayaqdan dedik ki, yəni maddə kimyada öyrənəcəyimiz əsas belə deyək də bir formul, yəni bir hissədir maddə. Maddə ümumilikdə dediyimiz kimi, baxın, qısaca belə deyək də, əsas hissələrə danışım. Maddələr özləri ilk növbədə iki qrupa bölünəcək. Burada saf maddələr və qarışıq maddələr. Saf və qarışıq. Saf maddələr və qarışıq maddələr, gəlin bunları fərqləndirək ilk növbədə. Saf maddələr deyirik sabit fiziki xassəyə malikdir. Yəni sabit fiziki xassəyə malikdir və formulları var. İlk növbədə bunu belə yadda saxlayaq ki, saf maddənin formulu var. Amma qarışıq maddənin formulu yoxdur. Birinci fərqli cəhəti budur. Hansı maddənin ki, formulu yoxdursa, o qarışıq adlanır. Yəni bizim öyrənəcəyimiz, tutalım deyirəm ki, hidrogen. Yazıb məsələn hidrogen. Hidrogenin formulu H-dır. İndi biz müəyyən qədər formulu bilməyə bilərik hələ ki, amma normal bir şeydir. Və yaxud da deyirəm ki, məsələn su, yəni H2O. Və yaxud da deyirəm məsələn dəmir. Və s. İndi biz tutalım deyirəm ki, məsələn glukoza C6H12O6. Yəni bunların formulu varsa, bunlar adlanır saf maddələr. Amma qarışıq maddələrin formulu yoxdur. Tutalım deyirəm ki, hava. Havanın formulu yoxdur. Və yaxud da deyirəm ki, neft. Bunun formulu yoxdur. Yəni qarışıq maddələrin formulu yoxdur. Və saf maddələr dediyimiz kimi sabit fiziki xassəyə malik olurlar. Amma qarışıqlar sabit dəyişkən fiziki xassəyə malik olurlar. Yəni onlar sabit fiziki xassəyə malik olmurlar. İndi baxın, saf maddələr dediyimiz kimi, bax birinci danışırıq əsas saf maddələrdən. Saf maddələr özləri iki qrupa bölünür. Artıq dedik ki, saf maddələrin formulları var. Demək, saf maddələrin formulları varsa, bayaqlar məsələn dedim, məsələn H, düzdür? Və yaxud da deyirəm ki, H yazanda H2 yazıram. İndi öyrənəcək ki, yəni bu elementlər iki atomluqlar da. H, bir də yazıram, məsələn su. Baxın, bunların formulu var. Ona görə bunlar saf maddə adlanırdı. Çünki formulu olan maddələr adlanır nə? Saf maddələr. Saf maddələr, uşaqlar, iki qrupa bölünür. Bəsit maddələr və mürəkkəb maddələr. Yəni, bəsit maddə dedikdə bir element atomundan ibarətdir. Məsələn, hidrogen H. Bu bir element atomu olduğuna görə bəsit maddədir. Amma mürəkkəb maddə iki və daha artıq element atomundan ibarətdir. Məsələn, H2O. Ona görə bəsit maddə bir element atomundan ibarətdir. Mürəkkəb maddə isə bir və iki və daha artıq element atomundan ibarətdir. Yəni, minimum iki element olmalıdır. Bəsit maddələrimizə, məsələn, nələr aiddir? Dəmir. Və yaxud da deyirəm ki, tutalım oksigen, nə bilim, kükürt, fosfor və s. və ilax. Yəni, ümumilikdə, çox demirəm, yəni ümumilikdə elementləri bilməyə bilərik, normal bir şeydir. Yəni, öyrənəcəyik onlar gələcəkdə. Əsas odur ki, bilək ki, yəni bəsit maddələr dedikdə bir element atomundan ibarət. Harada ki, bir dənə element gördük, biz ona deyirik bəsit maddə. Amma mürəkkəb maddə isə artıq iki və daha artıq elementlər. Məsələn, feriumla S-in birləşməsi, ferium S. Və yaxud da, nə bilim, oksigenlə fosforun birləşməsi, P2O3 tutalım. Baxın, bu artıq mürəkkəb maddədir, yəni 2 və daha artıq. Və yaxud da ən çox istifadə olunan, məsələn, H2O su, düzdür? 2 elementdən ibarətdirsə, artıq bu mürəkkəb maddədir. Və yaxud da yazıram adi C6H12O6 tutalım. Yəni, bu
formulası. Görürsünüz 3 dənə element var. Karbon, hidrogen, oksigen. Deməli artıq bu adlanır mürəkkəb maddə. Yəni saf maddələr ümumilikdə neçə qrupa bölündü? 2 qrupa. Bəsit və mürəkkəb. Bəsit maddənin formulu, daha doğrusu saf maddələrin onsuz da formulu var. Qarışıqların formulu yoxdur. Bəsit maddələr və mürəkkəb maddələr dedik. Bəsit maddələr dedik ki, olur bir element atomu, mürəkkəb maddələr isə 2 və daha artıq element atomu. Uşaqlar, bəsit maddələr dedik ki, deməli bir element atomundan ibarətdir. Bu bəsit maddələr ümumilikdə özləri də qrupa bölünürlər. Bəsit maddələr. Bəsit maddələr özləri bölünərlər. Bəsit maddələr bir element atomundan ibarət olduğuna görə bir element atomundan ibarət olan maddələr nə ola bilər? Məsələn, metallar, sonra qeyri-metallar. Düzdür? Yəni metallarla qeyri-metallar. Qeyri-metallar. Metallar bərkdirlər, bildiyimiz kimi. Elektrik yaxşı keçirər metal. Qeyri-metal isə əksinə. Yaxşı elektrik keçirməz, istilik keçirməz. Metallar özləri istilik keçirir, elektrik keçirir, bərkdirlər. Amma qeyri-metallar əksinədir. Yəni istilik, elektrik zəif keçirdirlər. Metal dediyimiz tutalım, məsələn, adı deyirəm, dəmir olsun, kalsiyum olsun, və s. natrium olsun, xrom olsun, sink olsun və s. İndi gələcəkdə biz bunları daha yaxşı anlayacağıq 2-3-cü dərslərimizdə. Qeyri-metallar isə istilik, elektrik yaxşı keçirmirlər. Adi, məsələn, oksigen olsun, hidrogen olsun, kükürt, fosfor, xlor və s. Görürük ki, bunlar qeyri-metallardılar. Sonra deməli dedik ki, bəsit maddələr özləri metal və qeyri-metallara bölünür. Baxın, ilk növbədə maddələr oldu saf və qarışıq. Saf maddələr özləri oldu bəsit və mürəkkəb. Saf maddələr özləri oldu bəsit və mürəkkəb. Sonra isə bəsitlər oldu metallar və qeyri-metallar. Davam edirik indi deməli qarışıqlardan. Qarışıqlar isə dedik ki, qarışıq nə deməkdir? Dəyişkən fiziki xassəyə malik olmaq. Düzdür, saf maddələr sabit fiziki xassədir. Yəni sabitdir. Yəni məsələn hidrogen saf maddə dediyimiz, yəni onlar xassələri həmişə sabitdir də. Tutalım hidrogen yazmışam. Yəni hidrogen hər yerdə hidrogendir də. Yəni hidrogen nə bilim rəngsiz, iysiz, dadsız bir qazdır. Bu olur saf maddə. Amma qarışıq maddə isə dəyişkən fiziki xassəyə malikdirlər. Yəni burada artıq məsələn qarışıq dediyimiz tutalım duzla suyu qarışdırmışam. Bunlar artıq qarışıq adlanırlar. Yəni duz bərkdir, su mayedir, dəyişkən bir fiziki xassədir. Yəni bunların əmələ gəlir, bunların birləşməsindən duzlu su. Biri bərkdir, biri mayedir, oldu maye. Yəni dəyişkən fiziki xassədir. Deməli qarışıqlar olur iki növdə. Ümumiyyətlə qarışıqlar biri var biz tərkibinə daxil olan maddələri gözlə görə bilək, biri var görməyə bilək. Ona görə qarışıqları birinci adlandırırıq homogen. Yəni bir də heterogen. Birinci yazım homogen və heterogen. Homogen nə deməkdir? Uşaqlar, homogen eyni cinsli qarışıq deməkdir. Heterogen isə müxtəlif cinsli qarışıq deməkdir. Homogen eyni cinsli. Amma heterogen müxtəlif cinsli. Yəni nə deməkdir eyni cinsli? Bir növ bir-birində yaxşı həll olursa, bunlar adlanır eyni cinsli. Amma bir-birində yaxşı həll olmursa, bunlar adlanır müxtəlif cinsli. Yəni deyirəm ki, duzla su, düzdür? Duzla su. Bax, bunlar eyni cinslidir. Niyə eyni cinslidir? Çünki bunları bir-birinə qatışanda duzla su bir-birinə qarışır. Gözünün qabağına gətirsə, görəcəksiniz ki, onlar yəni həll olunur və yəni tam şəkildə həll olunur da. Düzdür, biz onları görmürük gözlə. Ona görə duz su və yaxud da şəkər tozu su. Adi məsələn deyirəm ki, spirt su. Spirtlə su. Siz bunların tərkibini yəni araşdırmasaz, nə bilim, baxmasaz, bir kimyəvi prosesə baxmasaz bilməzsiniz nədir. Deyər sadə sudur. Amma spirtin olduğunu bilməzsiniz. Yəni ona görə görürsünüz qarışıb bir-birinə və yaxud da duzla su olanda da. Yəni müşahidə edəndə bilmək olmur da. Yəni gözlə belə görmək olmur. Nəinki gözlə, mikroskopla belə görmək olmur. Ona görə biz bunları adlandırırıq homogen qarışıqlar. Amma heterogen qarışıqlar müxtəlif cinslidir. Tutalım yazıram ki, deyirəm ki, qumdan su və yaxud da gillə su.
Yəni görürsüz ki, bunlar yağ su, neft su, düzdür? Məsələn, bu yağdan yağ su. Yağlı su yəni görəndə müşahidə etmək olur ki, burada konkret yağ var, su var. Yəni gözlə görmək olur. Bu adlanır müxtəlif cinsli. Yəni müxtəlif cinsli deyəndə deyirik ki, tərkibə daxil olan maddələri gözlə görmək olur. Amma eyni cinsli deyəndə, yəni homogen deyəndə artıq biz deyirik ki, nəinki göz, heç mikroskopla belə görmək olmur. Yəni homogen, eyni, heterogen, müxtəlif cinsli adlanır. Eyni cinsli ilə müxtəlif cinslinin də fərqi bu oldu ki, məsələn, duz su, bu eyni cinslidir, çünki gözlə görə bilmirəm. Amma müxtəlif cinsli yağla su avtomatik görmək olur. İndi gəlin bunların ayrılma üsullarına baxaq. Homogen qarışıqların ayrılma üsulları. Dedim, homogen qarışıqlar eyni cinslidir. Biz bunları gözlə belə, yəni mikroskopla belə eyni cinsli görə bilmirik. Eyni cinsli qarışıqların ayrılma üsulları hansılardır? Birinci yazıram. Deməli, buxarlandırma üsulu. Buxarlandırma üsulu. Buxarlandırma üsulundan mən konkret burada nümunələr göstərəcəm. Bir də bizə rahat olsun da, çox belə deyək də elmi üsuluna gedəcəm. Duz su, şəkər tozu su. Yəni ikisi də artıq bizə məlumdur, şəkər tozu su. Bunları buxarlandırma üsulundan ayırırıq. Yəni buxarlandırırıq müəyyən qədər suyu. Duzla su artıq duz neyinir? Bir növ buxarlandırandan sonra duz altda yığılmış forması qalır. Yəni duzun belə deyək də bir bərkimiş forması qalır. Bax, buxarlandırandan sonra biz bunları ayıra bilirik. Normalda duz su və yaxud da şəkər tozu su bilməzdik nədir. Yəni tərkibin o qədər qarışıqdır ki, görmürük çox da. Amma müəyyən qədər suyu buxarlandırandan sonra görürük ki, artıq duz yerdə qalır. Bax, bu olur buxarlandırma üsulu. Yəni buxarlandırma üsuluna aiddir duz su, şəkər tozu su. İkinci, yəni eyni cinsli qarışığın ayrılma üsullarından. Birincisi buxarlandırma. İkincisi kristallaşdırma. Kristallaşdırma üsulu da konkret, yəni bir dənə yata sahələr ki, məsələn, şəkərin alınması, şəkər çuğundurundan biz deməli şəkərin alınması, yəni şəkər çuğundurundan deməli şəkərin alınması bu kristallaşdırma üsuludur. Bu da çox bizə, yəni kristallaşdırma üsulundan ümumiyyətlə belə deyək, çətin, yəni çox da şeylər düşmür. Əsas indi deyəcəyim distillə üsulundan düşür. Bir də buxarlandırmadan düşür əsas. Yəni buxarlandırmadan əsas bilməliyik ki, deməli duz su, şəkər tozu su, bunlar buxarlandırma üsuluna aiddir. Sonra gəlir ikincisi dediyim kimi kristallaşdırma üsulu. Kristallaşdırma üsulunda deməli şəkərin alınmasıdır ki, hansı ki nədir? Şəkər çuğundurundan biz şəkərin alınmasıdır. O da yəni müəyyən qismdə şəkər çuğundurunu nə edirlər? Götürürlər o şəkər çuğundurunun məhlulun şəkər çuğundurunun məhlulunda olan qarışıqlar vardı. O qarışıqları təmizləyirlər, ondan sonra onu buxarlandırıb, yəni oradan şəkəri alırlar. Yəni çox da bu dərinə gedəsi bir şey deyil. Üçüncüsü olur. Distilləni yazım. Birinci xromatografiya yazım. Konkret, yəni xromatografiya görəndə nə etməliyəm onu deyim. Xromatografiya sözün gördüyünüz uşaqlar, yaddan çıxarmayın ki, rəngli maddənin ayrılması. Yəni rənglərin, hardakı rəng sözü gördünüz, götürürsüz xromatografiyanı. Yəni hansı rənglərin alınması, tutalım qırmızı, sarı, yaşıl rəng sözü gördünüzsə ümumiyyətlə xromatografiyadır. Və dördüncüsü, deməli baxın, dedik birincisi buxarlandırmadır. Buxarlandırma, duz su, şəkər tozu su. İkincisi kristallaşdırmadır, burada şəkərin alınmasıdır. Üçüncüsü xromatografiya, yəni rənglərdir. Dördüncüsü nədir? Dördüncüsü əsas distillədir. Distillə isə temperatura əsaslanır. İlk növbədə bax bunu deyirəm ki, temperatura əsaslanır. Temperatura əsaslanma nə deməkdir? Yəni temperatur verməklə biz bunu alırıq. Məsələn, tutalım, burada konkret nümunələrimiz yenə spirt sudur. Spirtlə sudur ki, biz temperatur veririk, spirt uçub gedir, yerdə qalır su. Yəni spirt uçucu olaraq, birinci uçucu maddədir spirt. Temperaturu verən kimi spirt uçdu, getdi, qaldı su. Bu adlanır distillə. Və yaxud da neft, sadəcə neft, yaddan çıxarmayın. Bax, neft plus su yox. Neft. Niyə? Neft plus su ilk növbədə eyni cinsli qarışıq deyil. Bu müxtəlif cinsli qarışıqdır. Düzdürmü? Çünki neftlə suyu bir-birinə qatsam mən konkret görə bilirəm ki, nədir. Yəni bu neftli sudur da. Yəni bu artıq müxtəlif cinslidir. Amma hal-hazırda bizim danışacağımız eyni cinslilərin ayrılmasıdır. Ona görə biz ancaq burada nəyə götürürük nümunə kimi? Neftdir. Distillə nəyə əsaslandı? Temperatura əsaslandı. Bura nələr aiddir? Spirt, su, neft, sadəcə neft daha doğrusu. Eyni cinsli qarışığın ayrılması budur. Eyni cinsli qarışığın ayrılmasına aiddir. 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 Eyni cinsli qarışığ
buxarlandırma, duz su, şəkər tozu su, ikincisi kristallaşdırma, bura aiddir şəkərin özü, üçüncüsü xromatografiya, yəni konkret nə? Rəng. Harda rəng gördük? Xromatografiya. Dördüncüsü distillə. Distillə nəyə əsaslanır? Temperatura əsaslanır. Bunu unutmuruq. Yəni temperatur vermə ilə alınır. Başqa bir şey yox. Burada nələr aiddir? Spirt su və neftin özü. Yəni neft özü distillə üsulu ilə ayrılır. Neftə temperatur verirlər uşaqlar, yüksək temperatur. Buradan neftdən bizə lazım olan benzin olsun, liqrain olsun, kerosin olsun və yaxud da nə alırıqsa, yəni biz temperaturun nəticəsində alırıq. Ona görə distillə temperatura əsaslanır deyirik və distilləyə deməli aiddir spirt su. İkincisi, eyni cinsli qarışıqları artıq öyrəndik. Gəlirik indi müxtəlif cinsli qarışıqlara. Müxtəlif cinsli qarışıqlar. Müxtəlif cinsli qarışıqlar nə demək idi artıq biz dedik ki, tərkibinə daxil olan maddələri gözləyin. Nəinki göz özü isə görə bilirik də, yəni müxtəlif cinsli deyəndə artıq görürük. Dediyim kimi yağ su, neft su, yəni müxtəlif cinslidir, görə bilirik gözlə. Müxtəlif cinslilərin ayrılma üsulları. Birincisi durultma. Durultma. Durultma üsulu nədir uşaqlar? Yəni durultma üsulu adından da görürük artıq. Müəyyən bir qabımız var. Bizim orada o qabımızın adı, yəni ayrıcı qıfdır. Ayrıcı qıfa tutalım, mən tökürəm yağı, bir də suyu. Artıq bilirik ki, yağ su müxtəlif cinslidir. Çünki mən bunların tərkibini görə bilirəm. Müxtəlif cinsli qarışıqların ayrılmasında, yəni yağla suyu bir-birinə qarışdırıram və mən bunların tərkibini yəni görə bilirəm gözlə. Bu durultma üsulu nəyə əsaslanır? İlk növbədə bax. Məsələn, distillə nəyə əsaslanırdı? Temperatura. Yəni distillədə temperatur verirdim. Distillədə temperatur verirdim mən. Temperatur verəndən sonra ayrılırdı da, düzdür, spirt sudan ayrılırdı. Durultmada isə əsaslanır sıxlığa. Yəni sıxlıq dediyim nədir? Hansının ki çəkisi çoxdursa, o düşür aşağı. Yəni mənim burada bir dənə ayrıcı qıfım var, tutalım. Bax belə bir ayrıcı qıfım var. Ayrıcı qıfımın burasında belə çıxmada, düzdür? Baxın, mən bura tökmüşəm yağ su. Neyəcək? Müəyyən qismi artıq müşahidə eləmişik normalda. Evdə də yəqin görmüşük ki, yağlı su olanda nə edir? Yağ qalır yuxarıda, yağ qalır yuxarıda. Su alır aşağıda. Su qalır aşağıda. Bax, bu adlanır durultma üsulu. Yəni, durultma sıxlığa əsaslanır, ilk növbədə deyilir. Sıxlığa əsaslanır və hansının sıxlığı çoxdursa aşağı düşür, ağırdır təbii ki. Məsələn, su yağdan ağırdır ki, su düşür aşağı. Amma hansında ki sıxlıq yüngüldürsə, o artıq qalxır yuxarı. Məsələn, yağ suda artıq müşahidə edilir ki, yağ yuxarıda qaldı, su aşağıda. Deməli, yağın sıxlığı daha azdır, nəinki suyun sıxlığı çoxdur ki, su düşür aşağı. Və yaxud da neftlə suyu müşahidə eləmişsiniz, yəni neftli su olsun. Yəni görürsünüz ki, artıq burada da deməli düşür də, yəni tutalım neftin sıxlığı ümumilikdə suyun sıxlığına, bəzi neftlər var ki, çoxdur ümumiyyətlə ağır neftlərdə, bəzi neftlər var ki, yüngül neftlərdə. Hal-hazırda məsələn neftin normalda qaldığında neft düşür, qalxır yuxarı, su düşür aşağı. Yəni su ağırdır neftdən deyə, su qalır yuxarı aşağıda, neft isə yüngüldür deyə qalxır yuxarı. Bax bu adlanır durultma üsulu. Durultma üsulu nəyə əsaslanır? Durultma əsaslanır sıxlığa, hansının sıxlığı çoxdursa düşür aşağı, hansının sıxlığı azdırsa qalxır yuxarı. Bu olur durultma. İkincisi üsulumuzun, yəni ikinci müxtəlif cinslinin ayırma üsulu nədir? Süzmədir. Süzmə adi bildiyiniz kimidir. Məsələn, adi qumla suyu süzmədir. Baxın, bu da müxtəlif cinsli qarışıqdır. Yəni tərkibə daxil olan maddələr konkret mən görürəm qumla su. Və süzülür. Yəni qum süzgəcdən qum süzülür və deməli nə edirik? Su qalır qabın içərisində. Məsələn, bunu ayırmaq üçün istifadə olunur. Normalda qıflardan istifadə olunur. Yəni qıfların köməyi ilə süzülür və qum süzülür, yerdə qalır su. Mən də ayırdım bunu. Deməli, üçüncü üsulumuzdakı maqnitlə təsir etmədir. Maqnitlə təsir etmə. Burada da adi, yəni maqnitlə. Tutalım, maqnitə yapışan maddələr. Dəmir tozu deyirəm, tutalım, dəmir tozu. Bir də deyirəm, nə deyirəm, nə istəsiz deyin. Tutalım, deyirəm ki, dəmir tozu ilə kükürt. Bunların içərisində maqniti yaxınlaşdırıram. Dəmir tozu gedir, qalır kükürt. Ayırdım, getdi.
Bu da oldu müxtəlif cinsliliyin 3-cü ayırma üsulları. Müxtəlif cinsliliyin yəni 3 dənə ayırma üsulu oldu. Birincisi durultma. Durultma əsaslanır sıxlığa, yaddan çıxarmırıq. Sıxlığı çox olan qalır aşağıda, sıxlığı az olan qalxır yuxarı. İkincisi süzmə, qum su, məsələn bu süzülür. Üçüncüsü maqnitlə təsir etmə. Adi bildiyimiz maqnit yaxınlaşdırır. Məsələn dəmir tozu kükürt. Dəmir maqnit çəkdi, kükürt qaldı qabın içərisində. Bu adlanır müxtəlif cinslərin ayırma üsulu. Görürsüz, hamısı müxtəlif cinslidir. Gözlə belə görmək olur. Eyni cinslərin ayırma üsullarına nələr aid idi? Birincisi buxarlandırma, aiddir konkret nümunə, duz su, şəkər tozu su. İkincisi kristallaşdırma, şəkərin alınması. Üçüncüsü xromatografiya. Konkret nə görməliyəm xromatografiyada? Rəng sözünü görməliyəm. Dördüncüsü distillə. Distillə isə deməli temperatura əsaslanır. Mütləq ən çox istifadə düşən budur. Temperatura əsaslanır distillə. Nə aiddir? Spirt, su, bir də neft. Dediyim kimi neft distillədir. Amma neftlə su durultmadır. Yəni unutmuruq bunu. Bax. Neft distillədir. Distillə üsulu ilə ayıram. Düzdür? Temperatur verməklə, temperatur verirəm və nefti fraksiyalara ayıram. Yəni burada nefti benzinə, bizə lazım olan nədirsə, benzin, liqoin və s. nə olsun. İndi çox bunları adlarını çəkmirəm elə ki. Yəni biz temperatur verməklə bunları alırıq. Bax bu adlanır distillə. Amma və eyni cinsli qarışıqdır bu arada. Görürsüz, distillədirsə eyni cinslidir. Amma yazsam ki neftlə su artıq bu müxtəlif cinsli qarışıqdır. Yəni tərkibə daxil olan maddələr mən konkret görürəm. Və bu nəyə ayrılır? Yəni nə ilə ayrılır? Deyirsiniz ki, durultma ilə ayrılır. Yəni durultma üsulu ilə ayrılır. Neft sıxlıqları, hansının sıxlığı yüngüldürsə qalır aşağı, yuxarıda, sıxlığı yüngül olan qalır qabın yuxarısında. Amma sıxlığı ağır olan, yəni sıxlığı çox olan qalır aşağıda. Sonra uşaqlar, saf maddələrin qarışıq maddələrin artıq fərqlərini öyrəndik ki, saf maddə nədir, qarışıq maddə nədir? Saf maddələr uşaqlar sabit fiziki xassəyə malikdir. Yəni birincisi saf maddənin əsas xassəsi nədir? Xassələri sabitdir. Xassələri sabitdir. Bax yazıram, xassələri sabitdir. Sabit fiziki xassədir. İkincisi, deməli, saf maddələrin müəyyən bir kütlə nisbətləri var. Yəni, saf maddə. Tutalım, saf maddə nə idi? Formulu olan maddə. Məsələn, yazıram H2O. Baxın, yəni hidrogen və oksigenden ibarətdir və müəyyən kütlə nisbətində birləşiblər də. Yəni, tutalım, hidrogenin kütləsi 1-dir. Hidrogenin kütləsi 1-dir. Oksigenin də kütləsi 16-dır. Bunlar müəyyən kütlə nisbətində. Yəni, hidrogen 1-dir. 1-in 2-yə vurublar. 2-yi. Oksigen də 16-dır, 16 ilə indeksi 1 olduğuna görə 1. Yəni 2-nin 16 nisbətində və yaxud da deyirəm ki, 1-in ixtisar aparanda 2-yə 8 nisbətində birləşiblər. Yəni bu formada olur. Yəni saf maddələr müəyyən bir kütlə nisbətində birləşirlər. Dedim, birincisi saf maddələrin xassələri sabitdir. Sabit fiziki xassəyə malik olurlar. İkincisi isə uşaqlar, onların tərkibi sabitdir. Yəni tərkibi sabitdir deyəndə, yəni müəyyən bir kütlə nisbətində birləşdikləri üçün tərkib sabit gedir də. Deməli, saf maddələrin birincisi oldu sabit fiziki xassəyə malikdirlər. İkincisi oldu tərkibi sabitdir. Yəni müəyyən bir kütlə nisbətində birləşirlər. Üçüncüsü, deməli, onların kimyəvi birləşmələri əmələ gətirən maddələrin xassələri sabitdir. Üzrəm, xassələr artıq dəyişir. Kimyəvi birləşmə əmələ gətirən maddələrin xassələri dəyişir. Nə deməkdir bu? Yəni tutalım ki, mən götürmüşəm hidrogeni və götürmüşəm oksigeni. Hidrogen qazdır, rəngsizdir, iysizdir, gözlə görmək olmur. Oksigen rəngsiz, iysiz, dadsız və gözlə görmək olmur. Heç birini görmürük. Amma bunlardan əmələ gələn suyu artıq biz gözlə görə bilirik. Yəni nə demək istəyirəm? Bayaq bir cümlə işlədik. Dedim ki, kimyəvi birləşmələri əmələ gətirən maddələr dəyişkən xassədir. Gördünüz, dəyişdi. Bunların heç birini gözlə görmək olmurdu, amma suyu gözlə gördük. Və bu kimyəvi birləşmədir də, artıq birləşmədən ibarətdir. Bu kimyəvi birləşməni əmələ gətirən maddələrin xassələri dəyişdi. Ona görə saf maddələrin xüsusiyyətləri deyəndə deyirik ki, bir də əvvəlki xassələri yadda saxlayırıq. Birincisi xassələri sabitdir. Fiziki xassələri sabitdir. Uşaqlar burada. Yəni xassələri sabitdir demək ümumiyyətlə düzgün deyil. Xassələr əslində olan dəyişkəndir. Biz fiziki xassələri sabitdir deyirik. Yəni saf maddələr
müəyyən bir ərimə, qaynama temperaturu, nə yəni istəsiz deyin də, ümumi fiziki xassəyə malikdirlər. Yəni onlar rəngi, iyi, dadı və onların fiziki xassələri var saf maddələrin. Ona görə birinci deyirəm ki, birinci nəyi sabitdir? Fiziki xassələri sabitdir. Birincisi fiziki xassəsi oldu sabit. İkincisi müəyyən bir tərkib əmələ gətirirlər, yəni tərkibləri sabitdir. Artıq kimyəvi birləşmə əmələ gətirirlər. Üçüncüsü dedim ki, deməli onların deməli saf maddələrin nə oldu saf maddələrin? Saf maddələrin kimyəvi birləşmə əmələ gətirəndə onlar dəyişkən tərkib olurlar. Yəni dəyişirlər də. Xassələri dəyişir. Hidrogen rəngsiz idi. Oksigen, daha doğrusu hidrogen deyirəm, gözlə görmək olmur. Oksigeni gözlə görmək olmur, amma suyu gözlə görmək olur. Yəni onların artıq deməli dəyişkən formaları nədir saf maddələrin? Saf maddələrin dəyişkən forması nə oldu? Xassələri, yəni xassələri dəyişkəndir. Baxmayaraq ki, tərkibləri sabit idi saf maddələrin, fiziki xassələri sabit idi, amma deməli dəyişkən forması da var, hansı ki onların xassələri dəyişkən idi. Yəni birləşmə əmələ gəlməmişdən əvvəl hidrogen də oksigen də gözlə görmək olmurdu, amma suyu gözlə görmək oldu. Dördüncüsü xassəsi nədir? Yəni saf maddələrin dördüncü belə dedə bir fərqi, onların istilik ümumiyyətlə yəni saf maddələr zaman, yəni saf maddələrdən biz birləşmələr əmələ gətiririk. Yəni onlar istiliyin ayrılması və udulması ilə gedir. Yəni müəyyən bir temperaturun verilməsi nəticəsində tutalım hidrogendir, oksigenlə qarşılıqlı təsirdə olur, alınır su, burada istilik ayrılır. Və yaxud da su parçalanır, hidrogenlə oksigenə, artıq burada istilik udulur. İndi biz bunu növbəti dərslərimizdə istilik effektində öyrənəcəyik. Yəni bax bu formada olur ki, saf maddələr birləşmə əmələ gətirən zaman onlarda istilik ayrılır və yaxud da udulur. Və beşinci xassəsi saf maddələri fiziki üsulla tərkib hissələrini ayırmaq olmur. Yəni ümumilikdə belə deyək də fiziki üsulla ayırmaq olmur. Nə deməkdir bu fiziki üsulla ayırmaq olmur? Yəni adi bayaq bildiyimiz qarışıqları ayıra bilir deyə. Bu saf maddələr ayırmaq olmur da. Yəni artıq biz onları necə ayıra bilərik? Yəni distillə zad yoxdur da saf maddələr. Qarışıqlarda olar distillə zad. Ona görə yəni bunu belə təsəvvürləyək ki, saf maddələri biz fiziki üsulla yaddan çıxarmayın. Baxın, kimyəvi üsulla ayıraram, amma fiziki üsulla ayırmaq olmur. Deməli saf maddələrin əsas xassələri nə oldu? Birincisi, saf maddələrin fiziki xassələri sabitdir. Saf maddələrin fiziki xassələri sabitdir. Dedim, məsələn, ərimə temperaturları, qaynama temperaturları var. İkincisi, tərkibləri sabitdir. Tərkibləri sabiti dedikdə nədir? Yəni kimyəvi birləşmə əmələ gətirən zaman, yəni tərkib sabit, yəni müəyyən bir kütlə nisbətində olurlar. Üçüncüsü dedim ki, burada indi qarışıqdır. Yəni üçüncüsü nədir? Deməli, saf maddələrin kimyəvi birləşmə əmələ gətirirlər. Məsələn, onların artıq xassələri dəyişir. Yəni bayaqları dedim kimi gözlə görünmür hidrogen oksigendir, amma su gözlə göründü. Fiziki xassələr sabitdir, deyirəm. Bu bir. İkincisi, deməli tərkibləri sabitdir, amma öz xassələri dəyişkəndir. Dördüncüsü, nə edirik? İstilik ayrılır və yaxud da udulur deyirik. Və beşincisi, fiziki üsulla ayırmaq olmur deyirik. Və bunlar onların fiziki deməli saf maddələrin üstünlüyüdür. Yəni fərqli cəhətləri, yəni saf maddələrin belə deyək əlamətləri. İndi qarışıqların əlamətlərini sayıram. Bir növ əksdirlər saf maddələrə. Yəni birincisi, qarışıq maddələrin fiziki xassələri, bayaq demişdim, fiziki xassələri nədir? Dəyişkəndir. Saf maddələrin fiziki xassələri sabitdir, amma bunun fiziki xassələri dəyişkəndir. İkincisi, demişdim, saf maddələrin tərkibi sabitdir, düzdür? Bunda deyəcəm ki, tərkib dəyişkəndir. Hamısı dəyişkəndir bir növ. Yəni fiziki xassələri də dəyişkəndir, tərkibi də dəyişkəndir. Sonra üçüncüsü, indi mən demişdim, saf maddələr birləşmə əmələ gətirən zaman xassə dəyişir, yoxsa dəyişmir? Demişdim, xassələri dəyişir. Bayaq dedim, məsələn, hidrogen gözlə görünmür, oksigen gözlə görünmür, amma su gözlə görünür. Amma bu əksinə də olacaq. Qarışıqların xassələri dəyişmir. Yəni əvvəlki vəziyyətində qalır. Yəni bir növ saf maddənin əksidir. Dördüncüsü, saf maddələr zamanı istilik ayrılıb udulurdu. Burada istilik ayrılıb udulmur. Yəni istiliyindən ayrılır, nə udulmur. Beşincisi,
Saf maddələri fiziki üsulla ayıra bilirdik? Xeyr. Yəni distillə zadı yox idi axı. Amma qarışıqda artıq fiziki üsulla ayırma olur. Ona görə qarışıqları fiziki üsulla nə edirəm? Ayıra bilirəm. Bax, bu olur qarışıqların əlamətləri. Qarışıqlarla saf maddələr bir-birinə tamamilə əksdirlər. Necə ki, saf maddələr sabit fiziki xassəyə idisə, qarışıqlar dəyişkən fizkidir. Saf maddələrin tərkibi sabit idisə, qarışıqlarda dəyişkəndir. Saf maddələrdə istilik ayrılıb udulurdu, amma qarışıqlarda olmur. Saf maddələri mən fiziki üsulla ayıra bilmirəm, amma qarışıqları tamamilə ayıra bilirəm. Yəni qarışıq maddələri artıq mən ayıra bilirəm. Yəni fiziki üsulla hansı buxarlandırma zat və saf maddələrin xassələri dəyişir. Artıq mən bunu dedim, amma qarışıqlarda isə xassə nə edir? Dəyişmir. Hadisələr. Hadisə artıq biz ümumilikdə yəni bilirik ki, təbiətdə də müşahidə edirik. Yəni bir proses, yəni digər prosesə çevrilir. Bir növ yəni hadisə olur. Yəni təbiətdə baş vermiş bir proseslərə deyilir biz hadisə. Hadisə də özü olur fiziki hadisələr, bir də kimyəvi hadisələr, fiziki hadisələr, bir də kimyəvi hadisələr. Fiziki hadisələr nədir? Fiziki hadisələr odur ki, biz A maddəsini götürürük və B maddəsinə çeviririk. Sonra görürük ki, B-ni A'dan A'ya qaytarmaq olur. Bu olur fiziki hadisə. Bir maddə başqa bir maddəyə çevrilir, amma əvvəlki vəziyyətə qayıda bilir. Bu adlanır fiziki hadisə. Amma kimyəvi hadisə bir maddə başqa bir maddəyə çevrilir, da əvvəlki vəziyyətinə qayıda bilmir. Amma saf maddə çevriləndən sonra qayıda bilirdi. Yəni fiziki hadisə o deməkdir ki, tərif versək, bir maddənin başqa bir maddəyə çevrilməsi ilə nəticələnməyən hadisədir. Gördünüz, çevrildi, sonra yenə əvvəlki vəziyyətinə qayıtdı. Yəni nəticələnmədi. Bu olur fiziki hadisə. Amma kimyəvi hadisədə bir maddə başqa maddəyə çevrilməsi ilə nəticələnir. Çevrildi, nəticələndi. Artıq qaldı B kimi. Çevrilə bilmir A'ya. İndi gəlin fiziki hadisəyə, kimyəvi hadisəyə nümunə göstərək. Dedim ki, fiziki hadisəyə, nədir fiziki hadisə? Bir maddə başqa maddəyə çevrilir və əvvəlki vəziyyətinə qayıda bilir. Düzdür? Məsələn, tutalım deyirəm ki, biz konkret birinci prosesləri nümunə göstərəcəyik. Hansı proseslərdir? Bax, yazıram bura bərk maddə, maye, bir dənə qaz. Bunlar fizikidir, bir-birinə çevrilməsi fizikidir. Yəni, bərk maddənin deməli, mayeyə çevrilməsi adlanır ərimə. Bərk idi, mayeyə çevrildi, əridi. Mayenin bərkə çevrilməsi olur nə? Donma. Mayenin qaza çevrilməsi olur buxarlanma. Qazın mayeyə çevrilməsi. Qaz çevrildi mayeyə. Oldu kondensləşmə. Sonra deməli fiziki hadisələri nümunə göstərən bu arada uşaqlar, yəni fizikidir. Bunlar hamısı bir-birinə çevriləndən sonra əvvəlki vəziyyətinə qayıda bilirlər. Sonra bərkin qaza çevrilməsi olur sublimasiya və qazın bərkə çevrilməsi əksinə prosesdir. Yəni necə bərk qaza çevriləndə sublimasiya olursa, qaz da bərkə çevriləndə olur desublimasiya. Baxın, bunlar hamısı fiziki hadisədir. Bərk mayeyə çevrildi, əridi, sonra maye bərkə çevrildi, oldu dondu, əksinə getdi, görürsünüz? Yəni əvvəlki vəziyyətində qayıda bilmişdi. Maye idi, qaza çevrildi, oldu buxarlanma, sonra qaz ayrıdan çevrildi maye, oldu kondensləşmə. Və yaxud da bərk qaza çevriləndə oldu sublimasiya, sonra ayrıdan qazı bərkə çevrildi, oldu desublimasiya. Yəni fiziki hadisə budur ki, əvvəlki vəziyyətinə qayıda bilir. Və yaxud da havadan oksigenin alınması uşaqlar. Havadan oksigenin alınması üçün sonra aparıb ayrıdan buraxıram. Kainatdan hidrogenin alınması, kartofdan nişastanın alınması. Yəni bu terminə fikir verin, kartofda məsələn nişastanın alınması falan çox düşə bilər də bizə çaşdırmaq üçün. Və yaxud da ümumi uşaqlar deyirik, buxarlandırma falan var. Bax bu da fiziki hadisədir. Bizim bu qarışıqların ayırma üsulları var idi. Bunların hamısı fiziki hadisədir.
Bunlar hamısı fiziki hadisələr budur. Yəni bir maddə başqa maddəyə çevrilir, sonra əvvəlki vəziyyətinə qayıdır. Nümunələrimi göstərdim və məsələn kartofdan nişastan alınması yadda saxlayın. Sonra yadda saxlayın nəyi? O buxarlandırma falan, ya qarışıqların ayırma üsulları. Bunlar hamısı fiziki hadisələrdir. Kimyəvi hadisələr isə əvvəlki vəziyyətinə çevrilə bilmir. Konkret budur ki, yəni kimyəvi hadisə bir maddənin başqa maddəyə çevrilməsinin nəticələnir. Yəni əvvəlki vəziyyətinə qayıda bilmir. Kimyəvi hadisələrə nümunə: yanma, çürümə, qıcqırma, korroziya. Bax yazıram bunlarda. Məsələn, yanma. Yandı getdi. Daha heç nə olmayacaq. Qayıda bilməyəcək. Çürüdü getdi. Çürümə. Qıcqırdı getdi. Qıcqırma. Korroziya olundu füsuda. Başını bıraq, getdi o. Və s. Yəni bunlar hamısı kimyəvi hadisələrdir. Kimyəvi hadisələr yəni əvvəlki vəziyyətinə qayıda bilmir. Bir növ uşaqlar kimyəvi hadisələrdə kimyəvi reaksiya gedir. Yəni kimyəvi reaksiya oldu və yəni məsələn tutalım deyirəm ki, hidrogendir, oksigenlə yandı, alındı su, artıq da hidrogen yoxdur burada. Su var. Yəni artıq bu olur kimyəvi hadisə. Yəni kimyəvi hadisələr zamanı kimyəvi reaksiyalar baş verir. Unutmuruq və deyirik ki, kimyəvi hadisələr deməli başqa bir maddəyə çevrildi və əvvəlki vəziyyətinə nə etmir? Qayıda bilmir. Bəs kimyəvi reaksiyanın hansı əlamətləri var? Mən dedim ya, bu kimyəvi reaksiyalar baş verir. Bu kimyəvi reaksiya zamanı nə olacaq ki? Mən hardan biləcəm ki, bu kimyəvi reaksiyadır? Düzdür, biz bunu növbəti dərslərimizdə daha yaxşı mənimsəyəcəyik. Amma ümumilikdə deyim birinci, yəni kimyəvi reaksiyanın əlamətləri hansılardır? Rəngin alınması. Hardakı reaksiyada rəng alındısa, biz rəngin alınması deməyim, rəngin nə alınması? Rəngin dəyişməsi də rəngin dəyişməsi. Bax bu adlanır kimyəvi reaksiya. Yəni, kimyəvi reaksiyanın əsas əlamətlərini sayıram uşaqlar. Rəng dəyişdi. Tutalım ki, deyirəm ki, hələ ki adi bariz bir nümunə deyirəm. Tutalım, NO oksigenlə qarşılıqlı təsirdə olur, alınır NO2. Yəni bu rəngsiz idi, bu qonur rənglidir. Yəni, gördüyümüz kimi artıq reaksiya budur. Yəni budur ki, nə oldu? Rəng alındı. Rəng alınmadı, rəng dəyişdi. Yəni bu rəngsiz idi, bu rəngli oldu, qonur rəngli oldu. Yəni kimyəvi reaksiya zamanı əsas əlamətlərdən biri nədir? Rəngin dəyişməsidir. İkincisi uşaqlar mütləq yaddan çıxarmayın ki, çöküntü alınmalıdır. Çöküntünün alınması. Bu da kimyəvi reaksiyanın əlamətidir. Yəni nədir kimyəvi reaksiyada çöküntü? Hələ ki biz reaksiyalar falan yazmıram burada, hələ ki çox da yorulmamaq üçün. Amma məsələn də sonda məhsulda çöküntü alınıbsa, demək ki bu qaba yerləşibdi. Elə bir çöküntü, çökdü getdi. Bu oldu deməli reaksiya. Yəni reaksiya zamanı çöküntü alınmalıdır. Üçüncüsü, qazın alınması. Yəni də qazın alınması da qazın çıxması qazdır. Yəni reaksiya demək ki baş verib ki, qaz ayrılıb gedib. Yəni bu formadadır. Burada məsələn rəngin dəyişməsinin yanında yazıram dad. Yəni dadın dəyişməsi, rəngin dəyişməsi. Burada artıq məsələn iyin çıxması, iyin alınması yaza bilərik. İyin çıxması nə deyirsən də? Yəni iyin olması. Bunlar hamısı nədir? Kimyəvi reaksiyanın əlamətləridir. Sonra dördüncüsü istiliyin ayrılması, udulması. Artıq biz bildik ki, istilik ayrılır, udulursa, demək ki burada reaksiya baş verib. Yəni istilik ayrılır və yaxud da istilik udulur. İstiliyin çıxması. Bunların hamısı nədir? Kimyəvi reaksiyanın əsas əlamətləridir. Yəni kimyəvi reaksiyanın əsas əlamətləri baxın bunlardır. Rəng dəyişər, iy çıxar, dad dəyişər. İkincisi çöküntü alınır. Üçüncüsü qaz alınır. Yəni qaz halında maddə aldı, uçdu getdi. Demək ki reaksiya baş verib. Dördüncüsü istilik ayrılar, udular. Yəni bu artıq konkret nədir? Kimyəvi reaksiyanın əlamətidir. Deməli növbəti hissə olur allotropiya. Allotropiya haqqında məlumat verək indi. İlk kimyəvi anlayışlarda mən allotropiya haqqında da məlumat verim. Deməli ilk kimyəvi anlayışlarda allotropiya mövzusuna da toxunmalıyıq. Allotropiya nədir? Allotropiya bir dənə kimyəvi elementin bir neçə bəsit maddə əmələ gətirməsidir. Yəni normal dildə desək, yəni belə deyək də, bir dənə elementdir, bir neçə yerə ayrılır. Bax bu adlanır allotropiya. Bir dənə kimyəvi element
bir neçə bəsit maddə əmələ gətirir. Məsələn, oksigen bir O2 əmələ gətirir, bir də O3 əmələ gətirir. Bax, bunu O2-yə deyirik oksigen, bu O3-ə deyirik ozon. Bir dənə kimyəvi element bir neçə bəsit maddə əmələ gətirirsə, bax uşaqlar, buna nə deyirik? Allotropiya. Həmin o hadisəyə də deyəcəyik allotropi hadisə. İndi bu oksigenə deyəcəyik uşaqlar kimyəvi element. Kimyəvi element. Amma bu O2 ilə O3-ə deyəcəyik nə? Bəsit maddə. Yəni bəsit maddə bu oldu ki, kimyəvi element bir dənə olur. Bəsit maddə isə kimyəvi elementdən əmələ gəldiyi üçün çoxlu olur. Onda belə çıxır kimyəvi element çoxdur, yoxsa bəsit maddə? Deyəcəyik bəsit maddə. Çünki məsələn bir dənə oksigen bu kimyəvi element idi. Bax, bu oksigen kimyəvi elementdir. Amma bunun əmələ gətirdiyi 2 dənəsi oldu bəsit maddə. Oksigen artıq kimyəvi element və bəsit maddənin fərqini öyrəndik ki, bəsit maddə sayı daha çoxdur. Allotropiyada öyrəndik ki, allotropiya bir elementin, ya bir dənə kimyəvi elementin, məsələn, oksigen kimyəvi elementinin bir neçə bəsit maddə əmələ gətirməsidir. Oksigen əmələ gətirdi O2, O3. Sonra fosfor əmələ gətirir 3 dənə element. Ağ, deməli, ağ fosfor, qara fosfor və qırmızı fosfor. Ağ fosforun formulu P4-dür. Qara fosfor və qırmızı fosfor heç. Sonra deməli öyrənirik. Baxın, bunları da öyrənirik. Ağ fosfor oldu, ağ, qırmızı, qara. Sonra deməli öyrənirik karbon. Karbonun 4 dənə allotropi şəkil dəyişməsi var. Almaz, qrafit, karbin və fluoren. Deməli bax, bu karbon allotropi şəkil dəyişməsidir. Almaz, qrafit, karbin, fluoren. Bu karbon allotropi şəkil dəyişməsi oldu. Bir də deməli oldu kükürt. Kükürt də oldu 2 dənə kristallik və nə? Plastik. Yəni allotropi şəkil dəyişmələr budur. Yəni biz əsas bizə qəbul proqramımızda 4 dənə əsas element düşür ki, allotropik hadisələrdə oksigen O2, O3, fosfor ağ, qırmızı, qara. Ağ fosforun şərti işarəsində unutmuruq P4. Sonra karbon allotropi şəkil dəyişmələri almaz, qrafit, karbin, fluoren və nəhayət kükürt, kristallik kükürt və plastik kükürt. Allotropi hadisəsini öyrəndik ki, bir dənə kimyəvi element başda duran kimyəvi elementdir. Bir neçə bəsit maddə əmələ gətirirsə bu adlanır allotropiya hadisəsi. Və yaddan çıxarmayaq ki, bizdən soruşula bilər ki, allotropiya nədən əmələ gəlir? Yəni nəyə görə allotropiya əmələ gəlir? Baxın, nümunə kimi deyirəm. Oksigen əmələ gətirir O2, bir də O3. Allotropiya ümumiyyətlə 2 səbəbdən meydana çıxır uşaqlar. Birincisi atomların sayından. Məsələn, oksigen 2 atomlu idi, ozon isə 3 atomludur. Ona görə allotropiya hadisəsi deyirik bir atomların səbəbindən meydana gəlir. Bir də kristal quruluşundan. İndi hələ ki kristal quruluş terminin, yəni çox da bilmirik, kristal quruluş. Yəni sırf belə deyək də quruluşdan əmələ gəlir. Deməli allotropiya hadisəsi. Ona görə hələ ki biz buna toxunmuram çox da. Yəni gələcəkdə daha yaxşı biləcəyik. Amma yəni allotropiya hadisəsi 2 səbəbdən meydana gəlir deyirik. Bir, atomların sayından. Məsələn, oksigen biri 2 atomlu idi, ozon isə 3 atomludur. Bir də kristal quruluşlarından, yəni maddənin kristal quruluşlarından əmələ gəlir. Bunu da öyrənmiş olduq. Allotropiya hadisəsindən sonra gəlir nisbi atom kütləsi, nisbi molekul kütləsi və valentlik. Nisbi atom kütləsi nə deməkdir? Deməli, bizim ümumiyyətlə, tərif burada vermirəm, mən ümumiyyətlə xoşlamıram tərifi, ona görə bizə əsas lazım olan nədir? Nisbi atom kütləsi nədir? Biz ümumiyyətlə elementləri öyrənən zaman, tutalım, yazıram ki, karbon elementi, və yaxud da hidrogen, düzdür, hidrogen. Yəni, bu kimyəvi elementlərin Mendeleyev cədvəlində, gələcəkdə öyrənəcəyik ki, Mendeleyev cədvəlində bunların müəyyən kütləsi var da. Məsələn, burasında yazırlar 12. Yəni, bu adlanır nisbi atom kütləsi. Və yaxud da hidrogenə yazırlar 1.
Bu adlanan nisbi atom kütləsi, yəni kütləsidir. Çəkilib və görülür ki, kütləsi budur. Nisbi atom kütləsi əsas odur. Nə ilə işarə olunur? AR ilə işarə olunur. Baxın, nisbi atom kütləsi, nisbi atom kütləsi işarə olunur. Nə ilə? AR ilə. Atom kütləsi AR ilə işarə olunur. Məsələn, AR karbon yazılır 12. Deməli, karbonun nisbi atom kütləsi neçədir? 12-dir. Və yaxud da yazırlar ki, AR hidrogen 1-dir. Yəni, hidrogenin nisbi atom kütləsi neçədir? 1-dir. Yaddan çıxarmayın ki, atom kütləsi deyəndə, nisbi atom kütləsi deyəndə biz heç vaxt indeksləri nəzərə almırıq. İndeks. Düzdür, indi indeks nədir bilmirik. Ən azından belə deyim. Məsələn, indeks, bax, burada yazılan rəqəmdir. Yəni, sağ aşağıda yazılan rəqəmdir. Bax, bunu nəzərə almıram. Məsələn, sizə deyərlər ki, H2-nin atom kütləsi nə qədərdir? AR, H yazırsınız sadəcə, H. Onu da bizə cədvəldə özü verir ki, 1-dir. Yəni, biz əzbərləmirik bu atom kütlələrin. Ona görə sadəcə bilməliyik ki, atom kütləsi deyəndə nəyi nəzərə tutmalıyıq? İndeks nəzərə almırıq atom kütləsində və atom kütləsində sadəcə neçədirsə çəkisi o qədər. Amma, bax, bəs o indeks nə zaman nəzərə alırıq? Nisbi atom dedim nəzərə almırıq, düzdür? Nisbi molekul kütləsində. Nisbi molekul kütləsində artıq, yəni MR nisbi molekul kütləsidir. Bundan nəzərə alırıq. Məsələn, MR karbon neçədir? Elə 12-dir. Çünki karbonun indeksi yoxdur. Amma məsələn, sizə desə ki, MR H2 neçədir? Onda biz artıq bilirik ki, AR-H 1-dir. Deməli, MR H2 neçədir? 1 vurulsun onun indeksi 2. Olacaq 2. Və yaxud da məsələn, AR oksigen. AR nə deməkdir? Nisbi atom kütləsi. AR oksigen 16-dır. Onda MrO2 deyəcəksiniz ki, 16 vurulsun onun indeksi. Yəni 2. O da eləyir 32. Yəni nisbi molekul kütləsi budur. İndi nisbi molekul kütləsinə aid bir dənə hesab deyəcəm onsuz da. İlk növbədə yaddan çıxarmır ki, hansı elementlər 2 atomludur? Hidrogen H2, oksigen O2, flor, xlor, brom, yod, O3, bir də N2. Bax, bunların həmişə biz rəqəmlərini unutmuruq. Yəni, indekslərini unutmuruq. Ki, H yox, H2 və yaxud da O2. Yəni, bu belə yazılır. O şəklində yazılmır. Yəni, bunların indeksi mütləq nəzərə alınmalıdır. Yəni, bunlar həmişə 2 belə deyim də, bunlar neçə atomludur? 2 atomlu, 2 atomlu, 2 atomlu, 2 atomlu, 2 atomlu, 2 atomlu, 3 atomlu və 2 atomlu. Deməli, bunlar 2 atomlu və yaxud 3 atomlar idi və bunların indeksləri nəzərə alınmalıdır. Tutalım ki, məsələn, sizə verilib ki, AR deməli, azot 14-dür. Azot 14 nə deməkdir? AR nə idi? Nisbi atom kütlə idi. Və demişdim ki, nisbi atom kütlədən nə nəzərə alınmır? Məsələn, azot deyirsiniz ki, bəs N2 şəklində yazmayacam. Deyəcəm, yox. Nisbi atom kütlədə sadəcə sərbəst, yəni atom kütləsi. Neçədirsə o? 14-dür. Amma nisbi molekul kütləsi deyəndə, nisbi molekul kütləsi artıq burada molekuldan söhbət getdiyi üçün molekul dediyimiz, yəni bildiyiniz artıq onun indeksi varsa nəzərə alınmalıdır. Onda N2 ilə yazmalısınız. Nisbi molekul kütləsi nə ilə işarə olunurdu? Molekul MR. MR N2 neçədir? 14. Bax, AR neçə idi? AR-ı mütləq nəzərə almalısınız. AR 14. 14 vurulsun 2. Bu da neçə eləyir? 28. Deməli, nisbi atom kütləsi və nisbi molekul kütləsi arasında əlaqə mütləq olmalıdır. Məsələn, sizdən soruşur ki, H2SO4-ün nisbi molekul kütləsini tapın. Onda nisbi molekul kütləsini tapın deyəndə yazırsınız MR
H2SO4. Bunu tapın deyəndə sizə verir. Air hidrogen mütləq airləri verir həmişə. Topluda, imtahanda həmişə verir. Air hidrogen 1-dir. Air kükürt 32-dir. Air oksigen də neçədir? 16-dır. İndi deyir ki, H2SO4-ün emerini tapın. Onda nə edirsiniz? Nisbi molekul kütləsini tapın da, yəni emer nisbi molekul kütləsidir. Nisbi molekul kütləsini tapın deyəndə nə edirsiniz? Biz airləri mütləq bilməliyik. Nisbi molekul kütləsində airdirsə, airi vurun indeksə. Məsələn, hidrogen. Hidrogenin kütləsi nə qədərdir? Atom kütləsi 1. Onda 1 vurulsun indeksi, yəni 2-yə. Birinci element qutardı, plus qoyuram. İkinci elementə keçirəm. Kükürt neçədir? 32. 32 vurulsun indeksi. Yəni kükürdün indeksi neçədir burada? 1-dir. Görünmürsə 1-dir. İkinci elementdə qutardı. Keçirəm üçüncü elementdə. Oksigen kütləsi neçədir? 16. 16 vurulsun indeksi. Yəni 4. Bu da neçə elirsə yazırsız gedir. Yəni 98 elir. Bax məsələn, HNO3-ün emerini tapın. Yəni emerin deyəndə yenə emer HNO3 bərabərdir. Verir sizə air. Air nə deməkdir? Nisbi atom kütləsi. Airdə indeks nəzərə alınmır. Məsələn, bax H kimi yazıram. H2 kimi yazmıram. H1-dir. Air azot 14-dür. Air oksigen 16-dır. Bax fikir verirsiniz, air oksigen yazıram. Air O2 yazmıram. Bu formada yazmıram. Air oksigen yazıram. 16. İndi gəlin tapaq. Hidrogenin çəkisi neçədir? 1. O zaman 1 vurulsun, bax birinci element. İndeksi elə 1-dir. Qutardım, ikinci elementi keçirəm. Azot neçədir? 14 vurulsun indeksi. Heç nə yoxdursa yenə 1-dir. Üzərinə ikinci elementi qutardım, üçüncü elementi keçirəm. Oksigen. Oksigenin kütləsi nə qədərdir? 16. Vurulsun indeksi, yəni 3. Bu da yenə neçə elirsə tapırıq gedir. Bir də bir elementə baxaq. Tutalım. P2O5-in nisbi molekul kütləsini tapmağı deyir. Yenə nisbi molekul kütləsi deyəndə emer yazıram. P2O5 yazıram. Bizə verir air fosfor 31'dir. Air oksigen 16'dır. Ne edirəm? Yenə yazıram. Birinci element. Birinci element. Fosfor. Neçədir ayrı? 31. Vurulsun indeksi. Yəni 2. Üzərinə oksigene keçirəm. Oksigen neçədir? 16. Vurulsun indeksi. Yəni 5. O da neçə elirsə, yəni 31'i 2'yə vurdunuz 62, üzərinə 16'nı 5'ə vurdunuz, elədi 80, bu da elədi 142. Bax, bu adlanır artıq nisbi molekul kütləsi. Yəni nisbi molekul kütləsi deyəndə nə edirsiniz? Kütləni vurursunuz indeksi. Neçə elirsə olur nisbi molekul kütləsi. Bu da oldu nisbi molekul kütləsinin tapılması qaydası. Sonra nisbi atom kütləsi, nisbi molekul kütləsində öyrəndiksə, biz keçirik mövzumuzun sonuncu hissəsinə, valentliyə. Maddə miqdarı Avogadro qanunu keçəndə kütlə payını danışarıq. İndi deməli danışmalıyıq valentlik. Valentlik ilk kimyəvi anlayışlarda biraz əzbərləməli olduğumuz hissələrdir. Buna da diqqətli qulaq assaq, mövzu tam artıq yekunlaşacaq. Valentlik ümumiyyətlə nədir? Bir dənə kimyəvi element götürürük. Tutalım hidrogen. Özünə neçə dənə element birləşdirirsə, ona adlanır valentlik. Məsələn, hidrogen elementi özünə bir dənə tutalım azotu birləşdirir də, tutalım. Bax, yəni bir dənə element birləşdirdiyi üçün bu adlanır bir valentli. Amma məsələn deyirəm ki, azot elementi özünə 3 dənə hidrogen birləşdirir. Ona görə bu adlanır 3 valentli. Yəni 3 dənə element birləşdirdiyi üçün adlanır 3 valent. Deməli, yəni elementin bir kimyəvi element özünə nə qədər element birləşdirirsə, müəyyən sayda başqa element birləşdirirsə, nə qədər birləşdirirsə o adlanır onun valentliyinin sayı. Valentlik olur 2 cür.
sabit valentlik, bir də dəyişkən valentlik. Sabit valent sabit fiziki hadisədir. Üzr istəyirəm. Sabit valent yəni konkretdir. Sabit fiziki hadisələr o fiziki hadisələrdir. Sabit valent sabitdir. Dəyişkən valent isə artıq dəyişir. Nə deməkdir bu? Məsələn, sabit valent deyirəm ki, sabit valent flor bir valentdir. Bu sabitdir. Amma tutalım deyirəm ki, xlor 1 də göstərir, 3 də göstərir, 5 də göstərir, 7 də göstərir. Bu artıq dəyişkən valentdir. Yəni sabit valentlə dəyişkən valentin fərqi budur ki, yəni sabit valent dedikdə konkret bir dənə valentdən söhbət gedir. Dəyişkən valent deyəndə isə artıq bir və ya daha doğrusu 2 və daha artıq valentliyi göstərir. Bu adlanır artıq onun dəyişkən valent olması. Yaddan çıxarmayın uşaqlar. Valentlik Roma rəqəmi ilə yazılır. Roma rəqəmlə, yəni 1 belə, 2 belə, 3 belə, nə bilim 5 belə və s. Valentlik 7-dən yuxarı olmur. Bunu da unutmuruq. Valentlik 7-dən yuxarı olmur. Belə, yəni valentliyin 7-dən yuxarı olmamağını da öyrənməliyik. Dedim, valentlilər sabit olur, dəyişkən valentli olur. Gəlin biz bunları yaddan çıxarmayaq və əzbəriyə görə hansı sabitdir, hansı dəyişkəndir. Sabit valentli elementlər, baxın, hidrogen 1-dir. Həmişə yaddan çıxarmırıq. Hidrogen 1 valentdir. Flor 1 valentdir. Bax, bunu əzbərləyik. Hidrogenlə flor 1 valentdir. Hidrogen və flor 1 valentdir. Sonra, deməli, hidrogenlə flor əzbərlədik 1 valentdir. Sonra keçirik. 1 valentli elementlər, 2 valentli elementlər, bir də 3 valentli elementlər. Bunları da əzbərləməliyik. Konkret həmişə 1 valentli elementlər, metallar və ümumiyyətlə çıxarmayın uşaqlar. 1 valentli elementlər, metallar yerləşir dövrü sistemdə birinci qrupda. İndi birinci qrupun elementləri. Bu elementlər adlanır litium, natrium, kalium, rubidium, sezyum. Bunlar birinci qrupda yerləşirlər və 1 valentli elementlərdirlər. Litium, natrium, kalium, rubidium və sezyum. Bunlar 1 valentlidirlər. Sonra 2 valentli elementlər və neçənci qrupda yerləşirlər? 2-ci qrupda yerləşirlər. Bunlara aiddir berilium, magnezium, kalsium, stronsium, barium. Berilium, magnezium, kalsium, stronsium, barium. Bunlar adlanırlar. Yəni bunların valentlikləri 2 valentdir və 2-ci qrupda yerləşirlər. Berilium, magnezium, kalsium, stronsium və barium. Və 3-cü qrup nəhayət, deməli 3 valentli olan elementlər, 3 valent bunlara yerləşir. Yəni bunlara aiddir. Bor və alüminium. Bunlar 3 valentlidir. Bor və alüminium. Bor, haradakı boru gördük, 3 valentdir. Haradakı alüminiumu gördük, yenə neçə valentdir? 3 valentdir. Deməli, əzbərlədik. Nələri? Hidrogenlə florun 1 valent olmağın, sabit valent daha bunlar hamısı. Görürsünüz, bir dənə valenti var. Hidrogen 1 demişə. Flor 1-dir. İkincisi, birinci valenti olan, yəni birinci qrupda yerləşən elementlər litium, natrium, kalium, rubidium, sezyum. Litium, natrium, kalium, rubidium, sezyum. İkinci valent elementlər berilium, magnezium, kalsium, stronsium, barium. Berilium, magnezium, kalsium, stronsium, barium. Üçüncü qrupda yerləşənlər bor, alüminium. Bor, alüminium. Bunlar neçə valentdir? 3 valentdir. Və bunlar onların sabit valentliklər. İndi gəlirik dəyişkən valentliklərə. Sabit valentliklərə belə deyək, saxlamaq rahat olur, amma dəyişkən valentliklərdə biraz problemlər ola bilər. Amma biz rahat belə deyək yolların deyim sizə. Baxın, karbonla fosfor. Karbonla fosfor həmişə karbonla fosfor yox, karbonla azot. Karbonla azot 3, bir də 4 valentdir. Dəyişkəndir, fikir verirsiniz. Karbon, azot. Bəzən 3 göstərirlər, bəzən 4. Bəzən həmişə 3 göstərirlər, bəzən həmişə 4 göstərirlər. Yəni dəyişkən valentlər. Məsələn, bayaqlar dediyimiz kimi, məsələn, bor, alüminium həmişə 3 valentdir. Amma karbonla azot artıq həm 3 göstərir, həm də 4 göstərir.
Ona görə dəyişkən variant bu deməkdir. Karbon, azot 3, 4. Sonra fosfor 3, 5. Belə qruplaşdırırıq da. Karbon, azot 3, 4, fosfor 3, 5. Sonra deməli kükürt cüt rəqəmləri göstərir. 2, 4, 6. Xlor, brom, yod tək rəqəmləri göstərir. 1, 3, 5, 7. Xlor, brom, yod tək rəqəmləri göstərir. 1, 3, 5, 7. Kükürt isə cüt rəqəmləri göstərir. 2, 4, 6. Bir də təkrar edirik. Karbon, azot 3, 4. Fosfor 3, 5. Kükürt cüt rəqəmlər 2, 4, 6. Xlor, brom, yod 1, 3, 5, 7 tək rəqəmləri göstərir. Deməli, sonra xrom göstərir 2, 3, 6-nı. Manqan göstərir 2, 3, 4, 6 və 7 də göstərir. Xrom 2, 3, 6. Manqan 2, 3, 4, 6, 7. Deməli, sonra azotu demişəm, oksigeni deyəcəm. Bir də qaldı mis. Mis də göstərir 1, 2 variant. Oksigen də göstərir 2, bəzən 3. Amma konkret çox vaxt 2 variant göstərir. Bəzən 3 variant göstərir, onu deyəcəm indi. Bax budur. Valentliyimiz budur. Dəyişkən valentliklərimiz bunlardır ki, yəni dəyişkən variant müxtəlif variant göstərə bilirlər. Məsələn, karbon, azot 3, 4. Karbon, azot 3, 4 qruplaşdırırıq. Fosfor 3, 5. Kükürt cüt rəqəmlər 2, 4, 6. Xlor, brom, yod 1, 3, 5, 7. Xrom 2, 3, 6. Manqan 2, 3, 4, 6, 7. Mis 1, 2. Oksigen də 2, bəzən 3. Mis 1, 2, oksigen 2, bəzən də 3. Və valentliyin indi qrupla yerləşmə məqamı var da uşaqlar. Baxın, bu valentliklər əzbərlədi getdi, düzdür? Bu valentlikləri öyrənəndən sonra biz deməli nə edəcəyik? Bunların məsələn elementlərdə birləşməsinə baxmalıyıq ki, necə olur bu birləşmələrdə? Tutalım. Yazılır ki, xrom, oksigen. Oksigen neçə valentli dedim? 2. 2, 3. 3 demək olar ki, olmur. İndi deyəcəm hansı birləşmələndə 3 olur konkret. Baxın, elə belə yazım sizin. CO, bir də H3O-da oksigen 3-dür. CO, bir də H3O-da oksigen 3-dür. Qalanlarında 2-dir. 2 dənə element var cəmi. 2 dənə daha doğrusu birləşmə var. CO və H3O. Bunlarda oksigen 3-dür. Qalanlarında 2-dir. CO-da və H3O-da oksigen 3-dür, qalanlarında 2-dir. İndi xrom O-da oksigen deməli neçədir? 2. İndi deyir xrom neçədir? Xrom da məntiqlə 2-dir. Niyə? Çünki 2 ilə 2 ixtisar gedir, qalır neçə? 1-in 1-ə. Görürsünüz, indeksləri yoxdur. Valentliyi bu arada çarpaz qaydadan istifadə olunur. İndi nə demək istəyirəm, onu deyim sizə. Baxın, xrom, oksigen. Xrom neçə valent göstərdi? Artıq bilir ki, xrom 2 də göstərir, 3 də göstərir, 6 da göstərir. Məsələn, yazıram xrom 3 valent. Olsun. Oksigen neçə valentdir? 2 valent. Dedim, oksigen 2 valent olur. Sadəcə 3 valent olması üçün 2 dənə element var. CO-da, bir də H3O-da oksigen 3-dür. Qalanlarında 2-dir. İndi oksigen 2-dir, xrom 3-dür. İxtisar gedir 2 ilə 3. Yox. Yəni bir-birinə getmir ixtisar. Heç nəfis yox. Bu bura, bu bura. 2 düşür bunun indeksinə, 3 düşür bunun indeksinə. Olur xrom 2, o 3. Baxın, valentliyi budur. Valentliləri biləndən sonra indekslərin özümüz tapırıq. Məsələn, yazıram manqan, oksigen. Manqan neçə valent olur? 2 də olur, 3 də olur, 4 də olur, 6 da olur, 7 də olur. Məsələn, deyirəm manqan 7 valent olsun. Bax, 7 valent. Xrom neçə valentdir? Oksigen neçə valentdir? 2 valent. İndi 2 ilə 7 ixtisar gedir, görək. Getmir. Onda heç nə. Çarpaz qaydada. 2 düşür bura. 7 də düşür bura. Olur manqan 2, o 7. Bu formada valentliyi bu formada qruplaşdırılır. Məsələn, yazıram manqan, oksigen. İndi bu dəfə oksigen götürmüşük yenə 2. Manqanı götürürəm məsələn 6. 2, 3, 6, 7 də valentliyi, düzdür? İndi ixtisar aparaq, görək gedir, nə gedir, getmir, baxaraq.
2 ilə 6 ixtisar gedir, 2-yə gedir ixtisar. 2-ni 2-yə böləndə 1, 6-nı 2-yə böləndə 3. İndi qaldı 1-in 3-ə. 1 düşür bura, 3 düşür bura. Yəni 1 düşdü bura. Manqan 1, oksigen də 3. Manqan 1O3 yəni yazmırıq, elə belə yazırıq da. Manqan O3. Çünki 1 yazılmır, ona görə manqan O3 formasında yazılır. Və yaxud yazıram ki, xromun oksigendən birləşməsi. Xrom neçə valent olur? Xrom olur 2, xrom olur 3, xrom olur 6. Məsələn, xrom 2 valent göstərsə necə olacaq? Oksigen 2-dir, xrom da 2 valent göstərsə, ixtisar gedəcək, heç nə qalmır. Elə xrom olur. Sonra xrom 3 valent olsa, oksigen 2, xrom da 3 valent olsa, ixtisar getmir ki başqa, heç nə. 2-nin 3 ixtisar getmir bir-birinə. Ona görə 2 düşür bura, 3 düşür bura. Olur xrom 2, 3 də bu üzə düşür 3. Xrom 2 O3. Və yaxud da xrom 6 valent olsa, yazıram xrom O. Oksigen 2-dir. Xrom da 6 valent olsa, 2 ilə 6 ixtisar gedəcək. Qalacaq burada 3, burada qalacaq 1. 1 düşür bura, 3 düşür bura. Yəni xrom O3. Xrom 1 O3 olur. O da 1 yazılmadığı üçün xrom O3 yazılır. Və yaxud adi karbon oksigen. O karbon neçə valent demişdim? 3 valent, bir də 4 valent. Məsələn, CO2 yazıram. CO2 yazıram. Oksigen neçə valentdir? 2 valent. Deməli, karbon burada neçə valentdir məntiqin? Artıq sizə deyir CO2-də karbon neçə valentdir? Oksigen 2-dir. Karbon 2 olsa, karbon olsa 2 olmur, amma yenə deyirəm. 2 olsa ixtisar geçsəydi heç nə qalmayacaqdı. Deməli, karbon burada 4 valentdir ki, 4 ilə 2-ni ixtisar aparırıq. Burada qalır. Bunu belə yazın. CO2. Oksigen 2 valentdir. Karbon 4 valentdir ki, 4 ilə 2 ixtisar gedib, qalıb burada 2, burada qalıb 1. Sonra çarpaz. Bu bura, bu bura. Karbon, oksigenin biri düşüb bura, karbonun da ikisi düşüb bura olub CO2. Və yaxud adi qayda. Məsələn, manqan 2O7. Artıq sizə indeksləri verib deyir valenti tap. Deyirsən oksigen 2 valentdir. Manqan deməli 7 valentdir ki, 2 ilə 7 ixtisar getməsin, çarpaz düşsünlər. 2 bura düşsün, 7 də bura. Yəni 2 bura düşəndə olacaq manqan 2, 7 də bura düşəndə olacaq manqan 2, o 7. Məsələn, manqan O3 deyir, neçə valentdir manqan? Deyir, manqan, oksigen 2 valentdir. Manqan deməli məntiqlə 6 valentdir ki, 2 ilə 6 ixtisar geçsin. 2-yə gedəndə ixtisar. Burada qalır 1, burada qalır 3. Sonra bu bura düşəcək, bu bura düşəcək deyə manqanın indeksinə düşəcək 1. Manqanın indeksinə düşəcək 1. Oksigenin indeksinə düşəcək 3. Bu formada. Artıq yəqin ki aydın oldu. Və uşaq ayaqdan çıxarmır. Dedim ki, oksigen 2 valent olur. 2 valent. Və dedim, bəzən nə olur? Bəzən 3 valent olur. Mən dedim artıq hansı birləşmələrdə 3 valent olur? CO-da, bir də H3O-da. Bax, unutmursunuz, oksigen burada 3 valentdir. Deməli, hidrogen də hidrogen artıq bilirik. Neçə valentdir? 1 valentdir. Hidrogenlə flor 1 valentdir. Bax, H və flor. Bunlar 1 valentlər. H3O-da. Oksigen 3 valentdir, hidrogen 1 valentdir. Deməli, bunu öyrəndik. CO-da oksigen neçə valentdir? 3 valentdir. Deməli, karbon da məntiqlə 3 valentdir ki, 3-dən 3 ixtisar gedib, heç nə qalmayıb yerdə, birim bilə qalıb bu formada. Valentlik budur. Bir də belə bir şey deyim. İndi biz tutalım yazırlar ki, karbon bu formada. Açılış forması da, yəni CO-nun açılış forması uşaqlar budur. Bir dənə karbondur. İndi bu necə açırsınız? Bax, burada məntiqlə görün. Dedim kimi, oksigen neçə valentdir? 3 valentdir. Karbon neçə valentdir burada? Oksigen CO-nun H3O-da demişdim ki, oksigen 3 valentdir, düzdür? Karbon neçə valentdir deməli? 3 valentdir ki, ixtisar gedib, birim birə qalıb. Deməli, indi oksigen neçə valentdir orada? 3 valent. Karbon neçə valentdir? 3 valent. Deməli, bir dənə karbondan 3 dənə xətt çıxmalıdır. Yəni, valentliyi bu xəttlərlə göstərilir. Və yanına nə yazıram? CO-dur da, C-ni yazdım, oksigen. Həqiqətən oksigen neçə valentdir? 3 valent. Bax, bir dənə oksigendən neçə dənə xətt çıxıb? Fikir verin. 3 dənə. 1, 2, 3 dənə.
yaxud adi H2O-da oksigen neçə valentdir? Oksigen dedim 2 valentdir, düzdür? Cəmi oksigen 2 dənə birləşmədə CO-da, bir də H3O-da 3 valent olurdu. Qalanlarında 2 valentdir. Hidrogen də 1 valentdir, sabitdir. Biz bilirik artıq hidrogendir, flordur, bunlar 1 valentdirlər. İndi hidrogen də 1 valentdir, oksigen də neçə valentdir? 2 valentdir ki, 2 bura düşür, 1 bura düşür, olur H2O. İndi bunun açılışı necə olacaq? Bir dənə hidrogen. Amma burada 2 dənə hidrogen var. İndi siz bunun açılışı nədir? Lazım deyil də sizə. Amma belə bir dənə anlatmaq üçün deyim. Hidrogen deməli neçə dənə hidrogen var burada? 2 dənə hidrogen var. Ona görə hidrogen yazıram. Sonra hidrogen amma 1 valent daxı. Ona görə bir dənə xətt çəkirəm. Sonra oksigen yazıram. Sonra bir dənə də xətt çəkirəm, yenə hidrogen yazıram ki, ümumilikdə 2 dənə hidrogen olsun. Bax, 2 dənə hidrogen var, bir dənə də oksigen var. Bir dənə də oksigen var. Və neçə valent oldu? Oksigen neçə valent olurdu? 2 valent. Bax, bir xətt burada, bir xətt burada. 2 xətt. Hidrogen deməli neçə valentdir? Normalda 1 valent. Bax, hidrogen neçə dənə xətt çıxıb? Bir dənə buradan çıxıb, bir dənə hidrogen deməli 1 valentdir. Burada neçə valentdir? Yenə 1 valentdir. Bu formada, yəni valentliyi bu formada olur. Məsələn, uşaqlar yazırlar ki, sizə fosfor, fosfor, oksigen, fosfor, oksigen tutalım bu formada. Deyək ki, fosfor neçə valentdir? Bunu necə bilirsiniz? Uşaqlar, bir dənə fosfordan söhbət gedir. Burada bir dənə fosfor neçə valentdir? Burada 2 dənə fosfor var. Elə bil ki, siz bölürsünüz 2 hissəyə, neçə dənə düşür arasında olur, neçə o valentdə. Yəni burada fikir versəz, bax, burada 2 valent var, 2 dənə xətt var. Bir dənəsi də buradadır. Bax, 1, 2, 3. 3 valentdir deməli. Burada da 1, 2, 3. Deməli neçə valentdir? 3 valent. Valentliyi bu formada, yəni xəttlərin sayı ilə da həmçinin göstərilir. Adi məsələn, tutalım sizə verir karbon. Bax, bu formada. Deyir, burada karbon, oksigen neçə valentdir? Yəni, oksigeni bilirik ki, onsuz konkret 2 valentdir də. Bax, bir dənə oksigen neçə dənə xətt çıxıb? 1, 2. Bir dənə oksigen neçə dənə xətt çıxıb? 1, 2. Bəs karbon neçə valentdir desəz, deyirsiniz, bax, bir dənə karbon var. 1 buradan xətt çıxıb, bir dənə buradan 2, bir dənə buradan xətt çıxıb 3, bir dənə də buradan xətt çıxıb 4. Deməli, karbon burada neçə valentdir? 4 valent. Yəni, karbon onsuz da normalda. Karbon hansı valentlikləri göstərir? 3 valent, bir də 4 valent göstərir. Yəni, karbon burada 3-4 valent göstərir. Bunu da öyrəndik. Sonra biz burada nəyi öyrənməliyik? Başqa bir dənə. Deməli, biz burada bir dənə də uşaqlar ümumi sizə deyim. Deməli, maddələr dedik bərk halda olur, maye halda olur, bir də qaz halında olur. Bərk halda olan maddələr metallardan söhbət gedir. Metallar. Yəni, bərk haldadır. Deməli, maye halda olanlar, deməli, biz bura göstəririk nümunə kimi, deməli, bax, belə deyim də, bərk halda olanlara dedim ki, metallardır, düzdür, yəni, metallar bərk halda olurlar, bir də fosfordur, silisiumdur, bunlar bərk haldadır. Sonra, maye halda olanlar. Maye halda olanlar isə, deməli, metallar bərk halda idi. Bir dənə civə metalıdır ki, bu maye haldadır. Civə metaldan mayedir. Bir də brom 2. Bu da mayedir. Qaz halında olanlar isə, dediyim bayaqdan yazıram, hidrogen, oksigen qazı, flor, xlor, brom yox. Sonra azot, bunlar qaz halındadır. Bir də təsirsiz qazlar, helium, neon, argon, kripton, ksenon, bir də radon. Bunlar təsirsiz qazlardır və qaz halındadır. Təkrar edirəm, helium, neon, argon, kripton, ksenon və radon. Bunlar təsirsiz qazlardılar və qaz halındadırlar, adı üstə təsirsiz qazlar. Bərk halda olur nələr? Metallar,
fosfor, silisium, deməli, hətta biz bura mütləq yodu da yazmalıyıq. Yod. Maye halda olur metallardan civə, bir də qeyri-metallardan brom. Qaz halında olur. Bayaqdan yazdığımız hidrogen, oksigen, flor, xlor, azot, bir də təsirsiz qazlar, yəni helium, neon, argon, kripton, ksenon, radon. Bu sxemi də belə deyək də öyrənməliyik mütləq əzbər. Çünki bəzən bizə düşür. Yəni bərk halda olanlar hansılardır? Deyirsiniz bərk halda olanlar metallardır, fosfordur, silisiumdur, bir də yoddur. Ümumiyyətlə bərk halda olan çox maraqlı ola bilər. İndi fosfor, nə bilim, silisium, karbon, bunlar bərk haldadır. Amma yod, məsələn, mütləq yod yadda saxlamalıyıq ki, bərkdir. Maye halda olanlar civə mayedir, bir də brom mayedir. Qaz halında olanlar flor, xlor, hidrogen, oksigen, azot. Bir də qaz halında olanlar nədir? Helium, neon, argon, kripton, ksenon, radon. Bunlar hamısı qaz halındadır. Demək, bunları da öyrəndik. Sonra əsas, yəni burada başqa heç nə yoxdur. Aqreqat hallarının ümumi bizə hələ ki çox da lazım deyil. Yəni ümumilikdə bərk maye aqreqat halı olur, qaz halında olur. Ümumi, yəni tutalım ki, yazıram bura bərk, bura yazıram maye, bura yazıram nə? Qaz. Yəni molekul arasında məsafəyə fikir versəz, bərklər bir-birinə daha yaxındır. Mayelərdə müəyyən qədər uzaqlaşma olur. Qazlarda isə artıq uzaqlıq daha çoxdur. Ona görə deyirsiniz ki, qazların arasındakı məsafə var ya, bu qazlar arasındakı məsafə ölçülərdən böyükdür. Belə bir şey düşə bilər. Suallarda görəcəksiniz ki, deyir ki, qazlar hansı ifadə doğrudur? Qazlar arasındakı məsafə ölçüdən böyükdür. Məsafə daha çoxdur.